Anası Aminə ilə Muhammed salavatullah, Abdullah vəfat etdikdən sonra biraz yaşayan və yetim övladının gənc yaşlarına dək böyüyüb ona sevimli ərindən təsəlli olacağını gözləyən mehriban anasının nəvazişini çox da hiss eləmədi. Çünki əcəl ona aman vermədi. Belə nəql edirlər ki, Həlimə Əs-Sədiyyə Muhammədi öz ailəsinə gətirəndə o 5 yaşında idi. Anası Aminə onu özü ilə bərabər sevimli ərinin qəbrini ziyarət etməyə götürmək, Yəsribə səfər edib Bəni Nəccar qəbiləsindən olan dayıları ilə tanış olmasını istəyirdi. Lakin bu səfər Muhamməddə yeni bir kədər doğurdu. Çünki onlar geri dönərkən o anasını da itirdi. Bu hadisə Əl-Əbva adlanan yerdə və onlar atası Abdullahın vəfat edib dəfn olunan yerini ziyarət etdikdən sonra baş verdi. Belə təsəvvür yaranırdı ki, sanki kədər və qəm uşaqlıqdan Muhammedin qəlbinə əziyyət verir və bu addımlar onun ləyaqətli kamilliyə çatması üçün ilahi hazırlıq idi. Ümmi Əymən Muhammedlə bərabər Məkkəyə doğru hərəkətini davam etdirdi ki, onu nəvəsinə möhkəm bağlanmış babası Əbdülmütəllibə versin. Babası Əbdülmütəllib ilə Həzrət Muhammed Əbdülmütəllibin qəlbində elə bir yer tutmuşdu ki, ona oğullarından və nəvələrindən də əziz idi. Onlar isə Məkkə düzünün ağaları idilər. Nəql edirlər ki, Əbdülmütəllib Kəbənin həyətində onun üçün sərilmiş xüsusi xalçanın üstündə oturar, ətrafında Qureyşin yüksək simaları, əyyanları və oğulları əyləşərdilər. Onun nəzərləri nəvəsi Muhammedə yetişən kimi onu yanına gətirməyi əmr edər, özü onun pişvazına çıxar, sonra isə gətirib yanında, onun üçün sərilmiş xalça üzərində oturdardı. Əs-Siratul Hələbiyyə 1-ci cild 105-ci səhifə. Qureyşin ağası tərəfindən göstərilən belə qayğı, uşaqlıqdan yüksək əxlaqı ilə bərabər Muhammedin Qureyş qəbiləsində nüfuzunu və mövqeyini çox möhkəmləndirdi. Qur'an-ı Kərimdə Peyğəmbərin Allah Taala'nın himayəsi ilə keçirdiyi yetimlik dövrünə işarə edərək belə buyurulur. Məyər o, səni yetim ikən tapıb sığınacaq və pənah vermədimi? Və məyər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi? Əs-Siratul Hələbiyyə 1-ci cild 168-ci səhifə. Zuha surəsi 6-cı ayə. Adətən, yetimlik dövründə çətinliklərlə və məkirlərlə üzləşən zaman onlara dözmək, səbr etmək insan üçün çətin olur. Bu dövr yetkinlik və özünə arxayınlığı tərbiyə etmək üçün olduqca əhəmiyyətlidir. Məhz Allah Taala da özünün seçilmiş Peyğəmbəri Həzrət Muhammed salavatullahı gələcək vəzifələri yerinə yetirməyə və böyük risaləti çatdırmağa qadir olan bir rəhbər kimi hazırlamağa başladı. Çünki risaləti yaymaq üçün o yetkin və kamil bir insan olmalı idi. Peyğəmbər salavatullah bu həqiqətə işarə edərək buyurmuşdur. Mənim Rəbbim məni tərbiyə etmiş və məni çox gözəl tərbiyə etmişdir. Məcməül Bəyan 5-ci cild 333-cü səhifə. Qələm surəsinin əvvəlinin təfsiri. Peyğəmbər salavatullah 8 yaşına çatar-çatmaz 3-cü müsibətlə üzləşdi və əziz babası Əbdülmütəllibi itirdi. Muhammed babasının itkisinə anasını itirdiyi kimi çox kədərləndi. Hətta nəşini son mənzilə yola salarkən hönkür-hönkür ağladı və heç zaman onu xatirindən çıxarmadı. Çünki məhz o, Peyğəmbərə ən yaxşı qayğı göstərmiş,
onun nübüvvəti haqqında məlumatlı idi. Belə nəql edirlər ki, Əbdülmütəllib onu Muhammeddən hələ təzə ayaq tutub yeriyərkən üz döndərməyə sövq etmək istəyənlərə belə demişdir. Oğlumdan əl çəkin, artıq ona şahlıq və səltənət gəlmişdir. Tarixi Yaqubi 2-ci cild 10-cu səhifə.